özüm də erkən evliliyin tərəfdarıyam. O mənada ki, 20-21 yaşında sadəcə mən başqa bir məsələni düşünürəm. O siz ki dediniz, buna arqument gətirilə bilər ki, sən özünü tanıyırsanmı? Mən düşünürəm ki, bu məsələnin tərəfdarı olduğunu təqdirdə sən gəlir artıq mənim balamla yetişdirməyəsən uşaq. Artıq daha tez yaşında oğlanları da, qızları da, xüsusilə oğlanları pul qazanma məsələsinə bir sənətə yiyələnməyə çatdırasan ki, bu artıq özünü maddi cəhətdən təminat məsələsini heç olmasa praktik olaraq həll eləsin ki, sabahları deyək ki 18 yaşında, 19-da 20-də ailə quranda bu ən azından bilsin ki, pul qazana bilir. Bir sənət sahibidir. Nəinki biz tutaq ki 16-da məktəbi bitiririk, 4 il universitet, indi ola bilsin kimsə magistr oxuyur, yaş gəldi 22-yə, biri əsgərlik 23, sonra da qayıdır, heç bir iş təcrübən yoxdur və ondan sonra sən elə təcrübə toplamalısan və s. Bu formada evlənmə yaşın daha da sonraya ertəlir. Sadəcə onu artıq real cəmiyyətdə tətbiq etmək olmur deyə və daha doğrusu böyük əksəriyyət bunu tətbiq eləmir. Ətrafımızda baxırıq, sən görürsən ki, ailələr daha çox hazırlaşsın, universitetə girsin və o 4 ildə o nələr qazanacaq oradan hələ məlum deyil. Onu daha çox düşünürlər. Nəinki buna praktik olaraq pul qazanmağın yolunu öyrənsin və yaxud da hər hansısa bir sənətə yiyələnsin ki, özünü gələcəkdə təmin edəsin. O yoxdur. O olmadığına görə bu avtomatik 20-21 yaşında bu evlənəndə böyük ehtimal boşanmaya da gətirib çıxaracaq, çünki özünü təmin edə bilmir insan.